2025-ci ilin yanvar-aprel aylarının rəsmi məlumatları onu deməyə əsas yaradır ki, artıq neft məhsullarında da xaricdən asılılığımız kəskin artır. Hətta ölkənin vizit kartı olan neft emalında da sürətlə geriləyirik. News 24 xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspertin sözlərinə görə Dövlət Statistika Komitəsi avtomobil benzinin istehsal həcminin illik müqayisədə 17% azalaraq 424,4 min tona düşdüyünü bildirib. Azərbaycan bu ilin ilk rübündə xaricdən 53,3 min ton və ya 42,21 milyon dollar həcmində AE92 markalı benzin ixal edib. Bu da öncəki ilin eyni dövrü ilə müqayisədə 5 dəfədən çox artım deməkdir. Yəni adi AE92 markalı benzini belə xaricdən alırıq. Bunun üçün hər ay 15 milyon dollar vəsait xərcləyirik. Bu gedişlə 2025-ci ildə tək AE92 markalı benzinin idxalına 180 milyon dollar xərcləməli olacağıq.